Deməli, axşamınız xeyir uşaqlar. Bizim bugünkü mövzumuz vasitəli və vasitəsiz nitq olacaqdır. İngiliscə buna direct və indirect speech və yaxud da reported speech də deyilir. Testlərdə görəndə reported speech çaşıb qalmayın. Bu söhbət vasitəli və vasitəsiz nitqdən gedir. Deməli, əgər biz üçüncü şəxsin sözlərini qarşımızdakına heç bir dəyişiklik etmədən olduğu kimi təqdim etsək, bu olacaq vasitəsiz nitq. Yəni, mən heç bir vasitədən istifadə etmədim. Yox, əgər müəllifin sözlərini dəyişdirdim, öz sözlərimdən ifadə etdimsə, bu olacaq vasitəli nitq. Mənim sözlərim oldu vasitə. Tamam mı? İndi biz sizə testlərdə bilirsiniz necə düşəcək? Adətən necə düşürdü əvvəllər? İndi bilmirəm, imtahana düşəcək, düşməyəcəkdir. Çünki topluluğunuzda yoxdur bu testlər. Verir vasitəli nitqdə cümlə, deyir vasitəsizə çevir. Və yaxud da vasitəsizdə verir, deyir vasitəliyə çevir. İndi biz də sizə hər cümlə üzrə, növü üzrə necə bu sualları dəyişirik, onu öyrənəcəyik. Getdik nəqli cümlələrdən başlayaq. Əlbəttə ki, ilk işə bu dırnaqları və yaxud da burada vergül varsa vergülü, 2 nöqtə varsa 2 nöqtəni, bunları atmaqla başlayacağıq. Bunları atdıq. Biz baş cümlə ilə budaq cümləni bir-birinə bağlayıcı ilə bağlayacağıq. Bu nəqli cümlələrdə zət bağlayıcısıdır. Bununla olması zəruri deyil, yəni məcburi deyil. Ola da bilər, olmaya da bilər. Üçüncü neynəyəcək? Diqqət etməmiz gerəkən məqam nədir? Bizim baş cümləmiz hansı zamandadır, ona diqqət edəcəyik. Əgər baş cümləmiz, yəni she says, indiki zamandadırsa, biz bu dırnağın içindəki zamanı da, zaman göstəricisini də olduğu kimi saxlayacağıq. Yox, əgər mənim zamanım, baş cümləmin zamanı keçmiş zamandadırsa, əgər baş cümləm keçmiş zamandadırsa, mən bu dırnağın içindəki cümlənin zamanını da, burada dəyişməmişəm, would vermişəm, indi onu düzəldəcəm. Zamanının da, zaman göstəricisini də dəyişməliyik. Verəcək keçmiş zamanda. Burada bunu soruşacağım. Burada will uşaqlar səhv olaraq düşübdür. Onun üstünə xətt çəkirik. Olmalıdır would. Tamam mı? Ancaq şəxs, yəni əvəzliklərim, hansı ki şəxs, obyekt, yəlik, qayıdış, işarə əvəzlikləri həmişə dəyişir. Tamam mı? Zaman göstəriciləri müvafiq olaraq dəyişir, əgər yəni baş cümləm keçmiş zamandadırsa. İndi yaxşı, bu dedik dəyişir. Bəs necə dəyişir? Baxın, burada sizə şəkildə qeyd etmişəm. Daha doğrusu şəkli internetdən götürüb yapışdırmışam bura. Necə dəyişir? Birinci şəxs çevrilir olur üçüncü şəxs. Cəmi olur üçüncü şəxsin cəmi. Obyekt hal yenə eyni şey. İkinci şəxs çevrilir olur birinci şəxs və yaxud da üçüncü şəxs. Və yaxud da üçüncü şəxsin cəmi. Artıq bu sizin cümlədə özünüz biləcəksiniz də. Burada bir nəfərdənmi söhbət gedir, çoxlu nəfərdənmi söhbət gedir. Onu özünüz tutacaqsınız. Qayıdış əvəzliyi də myself olacaq himself və yaxud herself. Ourselves olacaq themselves. Artıq burada müvafiq olacaq dəyişimlər. It dəyişməyəcək, they dəyişməyəcək, his, her, their dəyişməyəcəkdir. Baxın, qarşıdakı cümlədə qeyd edibdir. He said, I'm tired. O dedi, mən yorğunam. Bu vasitəsizdədir, düzdür? Onu vasitəliyə çevirərkən o dedi ki, o yorğundur. Mən artıq qarşımdakı adama üçüncü şəxs haqqında danışıram və onun yorğun olduğunu vurğulayıram. Heç bir şey dəyişdirmədən öz sözlərini deyirəmsə, o mənə demişdi ki, mən yorğunam, düzdürmü? Mən də onu olduğu kimi çatdırdım. Amma dəyişirəm, onun yorğun olduğunu vurğulayıram deyə, mən artıq buradakı birinci şəxsin təkini çevirdim üçüncü şəxsə. Haqqında danışdığım adama. Və yaxud da o dedi, biz yorğunuq. Birinci variantda onun nə dediyini çatdırdım sizə heç bir dəyişiklik etmədən. Amma indi onların yorğun olduğunu çatdırmalıyam sizə öz sözümlə. Ona görə də buradakı we əvəzliyini dəyişəcəm, onlarla verəcəm. Onların haqqında danışıram artıq sizə mən. Tamam mı? Davam edirəm.
İndi baxırıq uşaqlar, əgər dedik ki, baş cümləmiz keçmiş zamandadırsa, zaman göstəricilərimiz dəyişir. Bəs necə dəyişir? İndi olur onda, bugün olur o gün, burada olur orada, bu olur o. Sabah olur əvvəlki gün, sonraki gün. Gələn həftə olur növbəti həftə. Dünən olur əvvəlki gün. Bu tiplə dəyişir. Cədvəlin axırına qədər gedirsiniz, öyrənirsiniz. Baxın, nümunələr də veribdir. Put the box here, bu qutuları bura qoy. O dedi ki, qutuları ora qoyaq. Cümləmizdə, kommunikasiyamızda heç bir qırıqlıq olmasın deyə, qarşımdakı adam məni tam başa düşsün deyə, mən bu kimi dəyişikliklər etməyə məcburam. İndi baxaq uşaqlar, ümumi sual cümlələrini dəyişərkən nə edirik? Əlbəttə, dırnağı, vergülü, nöqtəni atdıq. İndi əsas məsələ nədir? Bu vasitəsiz nitqin qarşısında olan say feilini vasitədə gətirib to ask, to wonder, to want to know, to be interested feillərin birindən əvəz edirik. Yenə burada əvəz etməmiz uşaqlar qarşımızdakı bizi tam anlasın. Nitqimizdə yəni leksik bir pozğunluq olmasın deyədir. Baxın, bu cümləyə baxın. O dedi, sən sabah gələcəksən. İndi bunu mən vasitəliyə çevirəndə qarşımdakına həmin üçüncü şəxsdən olan dialoqumu danışıram da. Deyirəm ki, o məndən soruşdu ki, sabah gələsiyəmmi? Gördünüzmü? Mən burada həmin insanın məndən sual soruşduğunu bildirmək üçün mən feilimi dəyişdim. Dedini çevirdim, etdim, soruşdu. Və yaxud da bilmək istədi. Və yaxud da maraqlandı. İndi burada nə edirik? Yenə eyni qaydalara diqqət edirik. Əgər keçmiş indiki zamandadırsa baş cümləm hər şey qalır. Yox, keçmiş zamandadırsa zaman göstəricimi və zamanımı, xəbərimi dəyişirəm. Əvəzliyim dəyişəcək. Həmişə dəyişəcək. Bu zamandan asılı olmayaraq dəyişəcək. Amma zaman göstəricimlə üzr istəyirəm. Üzr istəyirəm uşaqlar səsimə görə. Deməli dedik ki, əgər baş cümlə keçmişdədirsə, zaman göstəricimi də, xəbərimi də dəyişirəm. Amma əvəzliyim həmişə dəyişir. İndi ümumi sual cümləsində olan fərq nədir? Biz nəqli cümlədə dedik ki, baş və budaq cümlə bir-birinə zət bağlayıcısı ilə bağlanır və bu məcburi deyil. Amma ümumi sual cümləsində buradakı bağlayıcılarımız if və ya veza olacaq. Bunlardan ikisinin birinin işlənməsi məcburidir. Tamam mı? İndi nümunəmizə baxaq. She said, o dedi, sabah gələcəksənmi? She wanted to know if I would come the following day. O bilmək istədi ki, mən sabah gələsiyəmmi? Baxın uşaqlar, biz vasitəlini vasitəsizi vasitəliyə çevirərkən fərqi yoxdur baş cümləm hansı strukturdadır. Fərqi yoxdur oradakı bağlayıcım nədir. Fərqi yoxdur bu sual idi, inkar idi, nə idi. Mənim budaq cümləm həmişə nəqli olacaq. Baxın, buradakı köməkçi feil gələcək yerinə. Burada dudaz olsaydı, dudazı atacaqdım. Nə olur olsun, mənim budaq cümləm həmişə nəqli formada olur. Baxın, dırnaq içərisindəki sual cümləsi nəqli cümləyə çevrilir. Nəqli cümləyə çevrilmək nə deməkdir? Söz sırası nəqli cümlədəki kimi olur. Köməkçi qayıdır yerinə və yaxud da atılır. İndi baxır köməkçinin növünə. İndi davam edək xüsusi sual cümlələri ilə. Xüsusi sual cümlələri ilə ümumi sual cümlələrin hər şeyi eynidir. Sadəcə ortada olan bağlayıcının fərqi var. Necə ki, orada sualı nəqliyə çevirdik, burada da elə. Necə ki, oradakı feilləri dəyişdik, burada da elə. Zaman, şəxs əvəzlik, zaman göstəricisi hamısı ümumi sualdan eynidir. Sadəcə burada bağlayıcımız fərqlidir. Bağlayıcımız nə olacaq? Bu hansı ki, dırnaq içərisində hansı xüsusi sual sözündən istifadə etmişəm, o mənim bağlayıcım olacaq. Buradakı cümlədəki sözüm nədirsə, buradakı bağlayıcım o olacaq. O dedi, sən sabah necə gələcəksən? O bilmək istədi. O mənim sabah necə gələcəyimi bilmək istədi. Əslində Azərbaycan dilində tam tərcümə belə olur.
Deməli, nə oldu? Buradakı əsas sual sözüm mənim vasitəli nitqdə bağlayıcım oldu. İndi, bura qədər öyrəndik uşaqlar. Nəqli cümlə, sual cümləsi və xüsusi sual cümləsi, düzdürmü? Bunlar hamısı vasitəliyə çevrilərkən məndə mürəkkəb cümlə alındı. Və bu tamamlıq budaq cümləsidir. Sadəcə əmr cümləsini dəyişəndə mürəkkəb cümlə olmayacaq. Nə olacaq? Birincisi, diqqət etməmiz gerəkən digər məqamlara baxaq. Bu dırnağı atdıq. Feilimizi dəyişdik. Soruşdu, dedi, əmr etdi, buyurdu, yalvardı, təklif etdi. Bu feillərin biri ilə əvəz edəcəyik. Yenə deyirəm, niyə? Nitqimiz axıcı olsun. Qarşımızdakı bizi tam başa düşsün. Üçüncü şəxsin bizə əmr verdiyini, buyurduğunu, nəsə istədiyini, xahiş etdiyini başa düşsün deyə biz bu feillərdən istifadə edəcəyik. O dedi, qapını aç. Mən bunu vasitədə çevirərkən nə deyəcəm? O mənə qapını açmağı buyurdu. Qapını açmağımı əmr etdi. Ən önəmlisi, əmr cümləsinin ən böyük fərqi odur ki, bu dırnaq içərisindəki xəbər gəlib olacaq vasitəli nitqdə məstər. Yəni, burada artıq mənim mürəkkəb cümləm olmayacaq. Bir dənə mübtədam var, bir dənə xəbərim var. Artıq bu gəldi oldu tamamlıq yerində. Fərqi yoxdur, keçmişdədirmi, gələcəkdədirmi, heç bir fərqi yoxdur. Mən həmişə bunu məstərdə qoyacam. Məstərin təsdiqi to open'dır. İnkarda sadəcə öndən not inkar hissəciyi artırıram. Hər ikisini vermişəm ki, sizin üçün aydın olsun. O dedi, qapını açma. O mənə qapını açmamağı tapşırdı. Gördünüzmü? Deməli, nə oldu? Dırnaq içərisindəki xəbərim çevrildi, oldu məstər. İndi baxaq. Feilin əmr şəkli ikinci şəxsə deyil, digər şəxslərə aid olduqda to suggest feilindən istifadə olunur. Biz həmişə bilirik ki, əmri qarşındakına əmr edirsən və burada həmişə you, yourself olur. İkinci şəxsin təkinə və ya cəminə ünvanlanırdı, düzdürmü? Amma bəzən ola bilər ki, özümüzə də ünvanlansın və bu let us-dır da biz bilirik. Birinci şəxsin cəminə, yəni özümüzə vurğulanıbdır, bizə vurğulanıbdır, ünvanlanıbdır. O dedi, gəlin evə gedək. Burada əgər ikinci şəxsə yox, digər şəxslərə ünvanlanıbsa, suggest, təklif etmək feilindən istifadə edirik. Suggestdən sonra nə gəlir? Suggestdən sonra birbaşa gerund gəlir. Biz bunu gerund mövzusundan öyrənmişdik. Əgər suggestdən sonra budaq cümlə gələcəksə, yəni mübtəda olacaqsa, orada xəbər should go olur. Should go-dan əlavə, uşaqlar, burada ola bilər. She suggested that they go home. Və yaxud da she suggested that bunu vasitə nitq kimi görməyin. She go home. Baxın, mənə deyə bilərsiniz ki, ay müəllimə, burada she-dən sonra sən necə go verdin, goes vermədin. Uşaqlar, bu feilin subjunctive moodudur. Bu mooda aiddir. Burada should-dan sonra biz bilirik ki, modal feildən keçəndə də bilirdik ki, should-dan sonra heç nəsiz feil gəlməlidir, düzdürmü? Zamanla bu should ümumi şəklini itirib, istifadədən düşüb. Amma go olduğu kimi qalıbdır. Go özünü qarşında should var imiş kimi aparır. Başa düşdünüzmü? Ona görə də suggest feilindən sonra nə olur olsun, ikinci buradakı feil S şəkilsi qəbul etməyəcək. Keçmiş zamanı dəyişməyəcək. Nə bilim, ing qəbul etməyəcək. Tamam mı? Bu subjunctive mooddur. Bunu hansısa testləri işləyəndə görmüşdüm. Ona görə burada haşiyə çıxdım buna. Buna bizim MİQ müəllimimiz deyirdi ki, mətanət bacı. Necə ki deyirdi, o Elşən kitabları oxuyanda mətanət donur, belə daşlaşır. Deyir, elə bilin ki, sizin suggestdən sonra feiliniz donubdur, daşlaşıbdır, heç bir şəkilçi qəbul etməyəcək.
Buna subjunctive mod deyirlər. Direct indirect speech-dən İndi bir də sizin diqqətinizi nəyə çəkəcəm uşaqlar? Biz yuxarı dedik ki, əgər baş cümləm keçmiş zamandadırsa, dırnağımın içindəki zamanım dəyişir. Bəs necə dəyişir? İndiki sadədədirsə olur keçmiş sadə. İndiki davam edicidədirsə olur keçmiş davam edici. Nə bilim, keçmiş sadədədirsə olur keçmiş bitmiş. İndiki bitmiş olur keçmiş bitmiş. Bu müqabildə dəyişir. Yəni həmişə özündən bir addım geriyə gedir. İndi oldu keçmiş, keçmiş oldu keçmiş bitmiş. Artıq keçmiş bitmişdən o tərəfi yoxdur deyə keçmiş bitmiş olduğu kimi qalır. Baxın, past perfect olaraq qaldı. Sadəcə məntiqi tutun ki, dırnağın içindəki zamanı çıxardıram və bir addım geriyə daşıyıram. Burada modallarının da dəyişilməsini veribdir. Can olur could, may olur might və s. Bunları özünüz oxuyarsınız. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Hər hansı bir sualınız olsa, əlbəttə ki, rəylərdə qeyd edə bilərsiniz. Təşəkkür edirəm.